Bağa bəy, bax, bu cüzüyünü görürsən də, sən özünsün, bax bu cüzüdən nizamlayırsan da, düzdür? Necə demişdik? Demişdik ki, arxa qapını tutacağım, bax bu nahiyədə gör. Qabaq qapını qətiyyən görmə. İnternetdə bəzi mənbələr qoyur ki, həm qabaq qapı görsənsin burada, qabaq qapını guya burada görmək lazımdır, arxa qapını burada. Bu yanlışdır. Əgər biz sedan avtomobillərdə hardasa bax belə böyük tipli avtomobillərdə hə elə uyğun gəlir. Çünki onların cüzüləri çox yekədir. Arxanı daha geniş göstərir. Amma doğru seçim değil o. Bax, arxa qapını görməyimiz yetərlidir. Qabaq qapını görmür. Ehtiyac yoxdur. Bax, qabaq qapının düzüşünü bu nahiyədə görməyə ehtiyac yox. Təkrar-təkrar deyirəm. Arxa qapının tozağını gördük, bəs eləyir. İndi sən özün üçün nizamladın bunu. İndi gələk bu güzgünün önəminə. İndi mən təlimçiyəm də bu köməkçi güzdən istifadə edirəm. Və sən özün üçün böyük gücü nizamlayırsan, mən heç nə görəmirəm axı burada. Sən özün üçün nizamlamısan. Mən buradan özümə uyğun düzəltmişəm, arxanı görməkdən tərəf. Amma və lakin sən özün öz avtomobilini sürərkən bu sənə çox kömək olacaq. Allah qoysa maşın alanda bax bu köməkçi gücündən istifadə elə. Məsəl üçün bax bu balaca güzgünü indi mən sənin üçün dinə nizamlayım. Burada arxa qapını tacan görürsən orada. Ay sağ ol. İndi bax elə təsəvvür et ki biz yoldayıq. Arxadan gələn nəqliyyat vasitəsi bax qonşu zolaqda olan nəqliyyat vasitəsi. Qonşu zolaqda bax burada, bax burada olanda sənin bax burada kör buzanacaq. Görsənməyəcək böyük güzgüdə. Amma balaca güzgü onu görəcəksən. Bax bunun önəmi odur. Fikrimi çatdıra bildim. Məsələn sən uzaqda da görə bilirik. Bax arkadaşın maşını görə bilirsən buradan. O maşın yanımızda bax başımızın ortasına çatanda sən görə bilmirsən buradan. Və qəfildən təcrübəli sürücüsən, qəfildən sağıma eləyirsən onu vurarsın. Amma bu köməkçi gücünlə onun özün üçün nizamlayırsan ki, sən kör buzaqlar görəsən. Bu belə. Yadda qalar. Allah qoysa maşınlarında köməkçi gücündən istifadə elə. Bunu həm də çəkiliş edib paylaşacağam. Daha doğrusu çəkiliş edirəm, paylaşacağım ki, təcrübəli sürücülər də yararlansın bu bilgidən. Və məsəl üçün zolaq dəyişmək istəyir, ötməyə çıxmaq istəyir. Xəyalən bunu iki yerə böl, xəyalən. Bax, güzgünün sənə yaxın tərəfində görürsənsə, arxadan gələn maşını, səndən uzaqdadır. Yəni ötməyə də çıxa bilərsən, zolaq da dəyişə bilərsən. Yox, bax uzaqda görürsənsə, arxadan gələn maşını, qonşu zolaqda olan maşını, uzaqda görürsənsə dostum, deməli sənə çox yaxındır, zolaq dəyişmək olmaz, ötmək olmaz. İndi bax diqqətlə, indi bax gələn maşınlara fikir ver. Əvvəl harda görürük? Əvvəl burada görürük. Bax indi bax uzaqda görürsən. Gördün, fikir verdin. Bilmirəm kadra yaxşı düşdü, düşmədi.